bəzən Rusiyanın qələbə qazanmasına, yəni Azərbaycanda elə formada sevinənlər var ki, sanki Rusiya Ukraynada istədiyinə nail olandan sonra digər dövlətləri rahat buraxacaqmış kimi, sanki Rusiyanı biz tanımırmışıq kimi. Siz necə düşünürsünüz? Sonraki prosesdə hansı dövlətləri narahat edə bilər Rusiya? Yəni, Azərbaycanda Rusiyanın qələbəsinə sevinənlər varsa, onlar elə faktiki anti-Azərbaycan mövqeyindən çıxış edirlər. Çünki Rusiya işğalçı dövlətdir. Gürcüstan torpaqlarını işğal edib, Ukrayna ərazilərini işğal edib və Allah eləməmiş Ukrayna məğlub olsa, Rusiya qələbəsini təmin etsə, Azərbaycanı da təhlükə gözləyə bilər. Gözləyə bilər, yox, gözləyəcək. Tək Azərbaycanı yox, Qazaxıstanı, yəni Rusiyaya qonşu olan bütün ölkələri təhlükə gözləyəcək. Çünki yeni hədəflər seçməyə başlayacaq. Üstəgəl ordusunu gücləndirir, yeni hərbi texnika istehsalını gücləndirir. Rusiyada hərbi sənaye kompleksi çox şişib. Ona görə yeni hədəflər mi? Ona görə mən anlamıram bəzi soydaşlarımızı, düzü onları soydaş adlandırmaqda da artıq çətinlik çəkirəm. Bu qədər bizə pislik eləyəndən sonra Rusiya təyyarəmizi vurub, yəni raketlə vurub, heç nə olmamış kimi davranır. Yəni Rusiyanın qələbəsinə bu halda Azərbaycanı necə sevinə bilər? Antimilli onda şəxslər də onlar. Yəni, əgər biz Ukraynanın ərazi bütövlüyünü rəsmi səviyyədə də, ictimaiyyətin böyük əksər hissəsi də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Həm ona görə ki, Ukrayna bizə dost tərəfdaş ölkədir, həm də ona görə ki, biz bütün məsələlərdə ərazi bütövlüyü prinsipindən çıxış edirik. Öz məsələmizdədir. Rusiyanı dəstəkləmək, Qarabağda separatizmi dəstəkləmək anlamına gəlir. Çünki sən başqa ölkənin ərazi bütövlüyünün əleyhinə çıxırsansa, deməli, hesab edə bilərsən ki, Qarabağda da keçmişdə separatçılar düzgün hərəkət ediblər. Yəni, bunun mənası budur. Ona görə özünə rəva gördüyü gərək başqasına da rəva görəsən. Yəni, özün ərazi bütövlüyünü dəstəkləyirsənsə doğru olaraq, gərək bütün dövlətlərin də ərazi bütövlüyünü dəstəkləyir. Yox, əgər Rusiyaya simpatiyan varsa, o başqa məsələ. O deməli, sən imperiya siyasətindən eyni mövqeydəsən, anti-Azərbaycan mövqeyindən çıxış edirsən. Ona görə bizim maraqlarımıza uyğundur ki, Ukrayna məğlub olmasın. Biz demirik ki, mütləq Rusiya dağılmalıdır, Rusiya mərkəzdən qaçmalıdır. Bunu da indi istəmirik ki, bunun bizə mənfi təsirləri ola bilər. Amma biz istəyirik ki, ədalət bərpa olunsun. Yəni, hər bir dövlətin ərazi bütövlüyü təmin olunsun. Ona görə Trump-Putin yaxınlaşması bizdə də ciddi suallar yaradır. Çünki Trump-Putin razılaşması olarsa, bəli, Rusiya daha çox şişəcək və bölgə ölkələrə müəyyən təhlükələr yarada biləcək. Ona görə Ermənistan baş naziri Nikol Paşinyan məntiqi çatsaydı, konstitusiya dəyişikliyi sürətləndirib Azərbaycanla sülh sazişinin imzalanmasını sürətləndirər. Çünki Rusiya tək bizə təzyiq etməyəcək, Ermənistanı da təzyiq edəcək. Yəni, İlham Əliyevin də ideyası nədir, prezident? Ümumqafqaz evi quraq. O Ümumqafqaz evi ideyası o deməkdir ki, başqa ölkələrin, Rusiya kimi ölkənin təsiri olmasın Cənubi Qafqazda. Amma bunun o baş verməsi üçün gərək Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın. Nə qədər ki, Rusiyanın başı ilə Ukraynada qarışıb, bunu sürətləndirmək lazım. Yoxsa bir tək bizi Rusiya təzyiqi bizə artıra bilər.